Salam dostlar. Bugün sizə qat-qat salat hazırlamağın çox sadə və dadlı üsulunu göstərəcəyim. Hazırsınızsa başlayaq. İlk olaraq lazım olan ərzaqlara baxaq. 2 ədəd kartof, 2 ədəd kök, 2 ədəd yumurta, 2 ədəd xiyar, 2 ədəd duzlu xiyar, toyuq sinə əti, konserv qarğıdalı, mayonez və biraz duz, istiot. Bunlar sadəcə əsas ərzaqlardır. Amma nəticə gözəl olacaq, söz verirəm. İndi bişirmə mərhələsinə keçirik. Kartof, kök və yumurtalar qaynadılmış suya qoyub bişiririk. Toyuq sinəsini də ayrıca bişirib nazik-nazik doğrayırıq. Bişirdiyimiz ərzaqların hamısı soyuduqdan sonra onları kub şəklində doğrayırıq. Bu həm salatın qat-qat görünməsini təmin edir, həm də dadını daha maraqlı edir. İndi salatı qat-qat düzürük. Əvvəl kartofu qoyuruq. Onun üzərinə biraz mayonez sürtürük. Sonra kök qatını əlavə edib yenə mayonez. Daha sonra yumurta qatını qoyuruq. Üstünə yenə mayonezlə bəzəyirik. Ayrıca xiyar və duzlu xiyar qatlara əlavə edirik. Toyuq əti və qarğıdalını da qatlara paylayırıq. Beləcə hər bir dadı və rəngi daha gözəl olur. Və ən maraqlı hissə üst bəzək. Salatın üzərini şüd və doğranmış qoz ilə bəzəyirik. Bu həm gözəl görünüş verir, həm də dadına ləzzət qatır. İndi salat hazırdır. Rəngarəng görünüşü, dadı və qat-qat təqdimatı ilə hər kəsi sevindirəcək bir yemək oldu. Məni izləyən və paylaşımlarını bəyənən hər kəsə təşəkkürümü bildirirəm.